Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər tərəfindən tək Azərbaycanın torpaqlarına göz tikmək, onu qəsb etmək yox, bizim xalqa qarşı soyqırımı kimi vəhşi bir yola düşmək artıq mövcuddur. Və bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyə qədər bizi sızıldadır. O yara sağalmayıb, yara bağlanmayıb, o yara həmişə bizim qəlbimizdə olacaqdır. Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən 2-ci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq. Və bugün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyllər görünməkdədir. Və bugün Azərbaycan bölgədə öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli praktiki addımlar atır. Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə işğal olunmuşdu. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımın nəticəsində 613 dinc sakin qətlə yetirilib. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-u 20-sində Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli... Onu çək. Üzünü qaldı. Allah. Qaldır üzünü. Yerdə qalmadığını bir daha nümayiş etdirdi. Allah sənə uzun ömür versin, cənab prezident. Şu qazilərimizin, şəhidlərimizin sayəsində qanımız yerdə qalmadı. Ana. Ay ana. Yenə bunlara baxırsan. Səni hər birə görəndə ürəyim parçalanır. Qurban olum, belə eləmə. Narahat olma qızım, narahat olma. Hər olduğu kimi bu ildə kədər gözyaşları deyil, əksinə qürur gözyaşlarıdır. Ana, sabah tələbələrə Xocalı faciəsi haqqında danışacağam. Olar ki, sən də gələsən. Qurban olum ana, hər il deyirəm gəlmirsən. Bu səfər başqadır. Bu səfər zəfər qazanmışıq. Qarabağı qazanmışıq. Hə? Nə deyirsən? Gəlirsən?
Salam. Əyləşin. Uşaqlar, bilirsiniz ki, Xocalı faciəsindən 32 il ötür. Xocalı faciəsində həyatını itirmiş soydaşlarımızı bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladım şanlı vətənim, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə hazırız. Əziz tələbələr, bugünkü dərsimizin ilk 45 dəqiqəsini Xocalı faciəsinə həsr etməkdə məqsədimiz təhsillə bərabər Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət-ənənələrə hörmətlə yanaşan, vətənini sevən, vətənpərvər gənclər yetişdirməkdir. Bu il daha qürurlu, daha sevincliyik. Çünki Qarabağ özümüzə qayıdıb, eləcə də Xocalı. Bilirsiniz ki, ana Gəlin sizə 1992-ci il 26 fevral gecəsindən danışım. Adım Güneldir. Vay vay dedim yatasan, kızıl güle batasan, nasıl gün içinden şirin yuhu bulasan. Var, 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 var. Böyle güzel balam yat. Hoş geldin. Hoş gördük. Hava çok soğuk da. Dəhşət.
Gözdə dəsmal ver. Ha, gətir. Çox sağ ol. Yeməyə nəsə var? Hə, hazırdır. Gözdə gətirirəm indi. Gətir. Deyirəm, ay Zakir. Əvvəl necə də mehriban idik. Ham bir-birinin evinə gələrdi. Bir-birinin süfrəsindən çörək yeyərdi. Nə oldusa bunlara bir il ərzində bizə düşmən kəsildilər. Bunlar düzələn deyirlər. Deyirəm, yadındadır, bunlar həmişə ən yaxşı yerdə, ən yaxşı vəzifədə işləyiblər. Heç kim də bundan narazı olmur. Gözün üstə qaşın var demirdi. Qaşıq. Nə oldusa bunlara bir il ərzində bizə düşmən kəsildilər. Yazıq qız, qonşu qız günəlində toyuydu bugün. Qızın bəxti gətirmədi. Toy günü vəziyyət pisləşdi. Heç kim normal otura da bilmədi. İndi qohumları öz aralarında qeyd eləyirlər. Mənsurə də deyir ki, bilsəydim belə olacaq, heç hazırlaşmazdı. Güya deyirlər ki, bu ermənilər bugün kəndin axırına qədər gəlib oyun çıxardacaqlar. Bunlar düzələn deyirlər. Qismətdir. Əsl birlikdədirlər, xoşbəxtlər. Yəni bu şeydir. Elə bil bunların gözünə qan bürüyüb. Rəhmətliyin qızı, sən nədən danışırsan? Bax, elə işlədiyim iş yerinə yarısından çox ermənidir. Hər cürə köməkliyini eləmişik. Suyunu, çörəyini vermişik. Evini tikmişik. Amma silahlarını götürüb üstümüzə gəlirlər. Sən bundan danış elə. Allah bəskarın evin yıxsın. Amin. Mənim balam qorxma, yaxşı? Heç bir şey yoxdur. Yadındadır, bir şəhərə gedəndə fişənglər atırdılar. Bax, onlardan da qorxma. Heç nə yoxdur. Kişi balam, kişi qorxmaz. Bax, anan qorxur. Amma sən qorxma. İndi biraz böyük olardım, atamla çin-çinə vuruşardım bu şərifsizlərə qarşı. Qorxma. Çıkma buradan. Sakin ol. Bana bak. Yok. Sağlayacaksın. Şu olacak. Bana bak. Yok. Sanki karşım. Bana bak. Sen sözü vermiştin. Özünə də. Yaxşı bax. Sakin ol. Sen bana söz vermiştin bak. Sen söz vermiştin bana. Sen bana söz vermiştin. Ben
xoş günləri sən mənə göstərəcəkdin. Niyə məni qoyub gedirsən? Narahat olma ata. Mən qorxmuram. Kişi qorxmaz. Günel bacı. Murad, gəl gedək. Bəs anata. Biz gedək. Onlar sonra gələcəklər. Günel. Sənə əmanətdir. Allah yaxşı bax. Yaxşı bax. Narahat olma Günel bacı. Mən qorxmuram, kişilər qorxmaz. Saçın uzun örmezler, gülü sulu dermezler, sarı gelin. Bu sevda ne sevdadır, seni mənə yar ver.
Qorxma. Qalx. Mən Azərbaycan əsgəriyəm. Ana, canım anam. Bax gör buranı tanıdın. Bir həyatım bitib, başqa bir həyatın başladığı yerdəyim ana. Doğulduğum ocaqdayım. Bax gör nə tapmışam. Bax. Sizin dualarınızla bu zəfəri qazandıq. Sağ ol ana. Hər şey üçün çox sağ ol. Yaxın zamanda birlikdə bura qayıtmaq ümidi ilə. Hələlik ana. Azad bir ülkenin mimarı oldun, yine bölünmekten onu korudun. Sen tarih yaradan tarih sen oldun, Vatanın merdoğlu yiğider oğlu. Azad bir ülkenin mimarı oldun, yine bölünmekten onu korudun. Sen tarih
tarix yaradan tarix sən oldun. Vətənin mərd oğlu, igidər oğlu. Bax bu Azərbaycan sənin əsərin, dillərdə dəstandır mənim zəfərim. Doğma Qarabağda, Şuşada mənim, İlhamla birlikdə millətim mənim. Bax bu Azərbaycan sənin əsərin, dillərdə dəstandır mənim zəfərim. Doğma Qarabağda, Şuşada mənim, İlhamla birlikdə millətim mənim. Zirvələrdən baxan bu öndərim. Qorxmadın ölümdən, heç bir hədədən, xalqınla bir oldun çətin anda sən. Həyatı ömrünü onunla bölən, vətənin mərd oğlu, igidər oğlu. Bax bu Azərbaycan sənin əsərin, dillərdə dəstandır mənim zəfərim. Doğma Qarabağda, Şuşada mənim, İlhamla birlikdə millətim mənim. Bax bu Azərbaycan sənin əsərin, dillərdə dəstandır mənim zəfərim. Doğma Qarabağda, Şuşada mənim, İlhamla birlikdə millətim mənim. Əziz həmvətənlər, bir daha öz ürəyimdən gələn fikirləri bildirmək istəyirəm ki, hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.